Əsas məsələyə, videolarımda göstərdiyim qeyri-reallıqlara. Əslində belə düşünsək, elə də qeyri-real, elə də yalan olan heç bir mövzu yoxdur. Əvvəlcə onu qeyd eləmək istəyirəm ki, mən çəkdiyim videoların heç birini sadəcə video olsun deyə çəkmirəm. Əksinə, həyatımda baş verənlərin müəyyən hissəsini bacardığım qədər kadra aldığım hissələri sizlə bölüşməyimdir. Amma bəzən bu belə asan olmur. Çünki mən orada qeyd etdiyim bir günümü sizinlə bölüşürəm hissəsi bəzən 3-4 günə gəlib çıxır. Elə məhz qeyri-reallıq da buradadır. Doğrudan da mən həqiqətən həmin işləri bir gündə edirəm. Amma hər birini bir gün ərzində kadra çəkə bilirəmmi? Xeyr. Özünüz də görürsünüz ki, vloqları hardasa 5 gündən bir həftədən bir paylaşa bilirəm. Yəni fikrimi ümumiləşdirsək belə deyim ki, mən bir gün ərzində bəli, qabları da yuyuram, evi də təmizləyirəm, evi də süpürürəm, diləyə də baxıram, bu işləri edirəm. Amma bir gün ərzində onun hamısını çəkirəmmi? Xeyr. Səhər gün də həmin işlər təkrarlanır. Elə ona görə də bu gün çəkə bilmədiyimi səhər çəkirəm. Amma montaj edəndə elə edirəm ki, onu sanki həmin gün etmişəmmiş kimi görsəm.